Sifarişlərimi necə idarə edirəm? Bu videoda biz yaradılmış bronları harada tapa biləcəyinizi, həmçinin filtrlərdən və çeşidləmədən necə istifadə edəcəyinizi izah edəcəyik. Ödənilmiş və ödənilməmiş bronların idarə olunması qaydalarını öyrənəcəksiniz. Həmçinin yaradılmış bronlar səhifələrində mövcud olan əlavə funksiyalarla da tanış olacaqsınız. Menyu bölməsinə keçin, müştərilərlə əməkdaşlıq, rezervasiyalar. Rezervasiyalar bölməsində siz və ya turistləriniz tərəfindən Unique Travel saytında yaradılmış bütün sifarişləri tapa bilərsiniz. Burada siz sifarişin detalları ilə tanış olmaqla yanaşı, sifarişi ödəyib, ləğv edə, sənədləri yükləyib və dəstək xidməti üçün sual göndərə bilərsiniz. Sifarişləri əsas parametrlərə, sifariş nömrəsi, məhsul növü, sifariş dövrü görə filtrləyə və ya əlavə parametrlərlə daha geniş filtrləmə tətbiq edə bilərsiniz. Rahatlıq üçün yaradılmış sifarişləri müxtəlif meyarlara görə çeşidləyə bilərsiniz. Gəliş tarixi, təsdiq statusu və ödəniş statusu. Əgər cədvəllərlə işləməyi üstün tutursunuzsa, məlumatları bir kliklə Excellə ixrac edə bilərsiniz. Bu bölmədə başqa hansı funksiyalar mövcuddur? Gəlin, yaradılmış, lakin ödənilməmiş sifarişin səhifəsinə keçək. Burada siz sifarişin nömrəsi, yaradılma tarixi, statusu və ödəniş müddəti kimi ümumi məlumatları görməklə yanaşı, bu sifarişi müştərinin elektron poçtuna göndərmək imkanı əldə edəcəksiniz. Və onu mətn və ya cədvəl şəklində çap edə biləcəksiniz. Əgər tarif pulsuz ləğv etməyə icazə verirsə, sifarişi ləğv edə bilərsiniz. Ödəniş üsulunu B2B agentdən ödəniş formatından B2B2C turistdən ödəniş formatına dəyişə bilərsiniz. Ödəniş üsulu dəyişdirildikdən sonra borc məbləği ümumi məbləğə, agent komissiyası daxil olmaqla çevriləcək. Lakin nəzərə alın ki, əgər artıq müştəridən ödəniş B2B2C üsulunu seçmisinizsə, yenidən B2B formatına qayıtmaq mümkün olmayacaq. Sifarişi istənilən rahat üsulla və istənilən hissələrlə ödəyə bilərsiniz. Ödəniş tarixçəsinə baxın. Səyahət xidmətləri üçün bütün sənədlər, voucherlər yalnız sifariş tam ödənildikdən sonra yükləmə üçün əlçatan olacaq. Turistlər və sifariş edilmiş xidmətlər haqqında məlumat blokundan sonra mövcud sifarişə əlavə xidmətlər əlavə etmək imkanı var. Əgər sifarişinizlə bağlı hər hansı sualınız olarsa, xahiş edirik Unique Travel dəstək xidməti ilə əlaqə saxlayın. Chat düyməsi hər bir sifarişin aşağı hissəsində yerləşir. Sistem baxdığınız sifarişin nömrəsini avtomatik tanıyacaq, sizin yalnız sualınızın məqsədini göstərib sualınızı izah etməyiniz kifayətdir. Sualınızla bağlı faylları əlavə etmək, dəstək komandasının problemi daha tez həll etməsinə kömək edəcək. İndi ödənişi edilmiş bir bron nümunəsinə baxaq. Burada siz artıq səyahət voucherlərini yükləyə bilərsiniz. Həmçinin onları müştərinin elektron poçt ünvanına göndərmək imkanınız da var. Bu işarə, bron edilən otelin Unique Travel dəstək komandası tərəfindən əlavə olaraq yoxlanıldığını göstərir. Bəli, biz sizin hər bir otel bronunuzu həqiqətən yoxlayırıq, otellə əlaqə saxlayır, otaq növünü və yemək planını təsdiqləyirik və qeydlərdə və ya e-poçtla göndərilən bütün üstünlüklərinizi yenidən dəqiqləşdiririk. Əgər yaradılmış və hətta ödənişi edilmiş bron üzrə hər hansı dəyişiklik etmək lazım olsa, Unique Travel dəstək komandası ilə əlaqə saxlayın və biz mümkün olduqda bütün zəruri düzəlişləri edəcəyik. Sizin üçün maraqlı bir şey hazırlamışıq. Ödəniş edilmiş turist xidməti başa çatdıqdan sonra, məsələn, oteldən çıxış etdikdən və ya təyinat hava limanına eniş etdikdən sonra sifariş səhifəsində rəy üçün müraciət etmək düyməsi görünəcək. Bu linki turistlərinizə messengerlər və ya elektron poçt vasitəsilə göndərə bilərsiniz. Rəy dərc edildikdən sonra o, sizin Unique Travel müştəri saytınızda görünəcək. Və son bir bonus, turistləriniz yalnız rəy yazmaqla kifayətlənməyəcək, həm də istəsələr, gördüyünüz işə təşəkkür olaraq sizə çay pulu da verə biləcəklər. Video bitdi, amma bizim 24/7 dəstək komandamız heç vaxt dayanmaz. Hər hansı sualınız olarsa, bizimlə birbaşa əlaqə saxlamaqdan çəkinməyin.